Daha bir belə deyək də sübut Kapital Bank və digər dələduzluğun izni itirilməsi ilə bağlı. Deməli Kənan Hacıyevin, NZS-in direktorunun oğludur, baş əməliyyatçı İbrahimdir. Bu məşhur Alfonsun oğlu Əli Salahzadədir, Qalib Salahzadənin oğlu Tural. Bizim bu məşhur avtoritet 11-ci kolonunda İlqarə ləqəbli şəxsin oğlunun. Bu da bizim Bandatdelin cinayətlərinin Əbülfət Rızayevin adından saxta sənəd çıxartmağın izinin itirilməsidir. Diqqətlə izləyək. Deməli, bu cinayətkar qruprovkanın arxasında duran əsas bir şəxs polkovnikdir. Bu homoseksual və əxlaqsız, bilmirəm ləzgidir, bilmirəm Bakılıdır, nə zibildir. Və əxlaqsız, öz belə deyək də, qumar oyunları da axı bunlar məşğuldurlar. Sadəcə bunun izni itirirlər. Araşdırılacaq indi inşallah ki, məhkəmədə və prokurorluq əməkdaşlarından gözləyirlər ki, Epi ilə Kosi sadəcə olaraq belə bir yalan çıxışlarla məşğuldurlar. Bu tapşırılmış bir şeydir. Aşağıda qeyd olunur ki, Kiber Cinayətçilər Mübarizə Baş İdarəsi tərəfindən belə bir idarə mövcud deyil. İstənilən sosial şəbəkə belə deyək də, izlənilir, istənilən sosial şəbəkəyə müdaxilələr var. Bu sadəcə olaraq bir növ izlətirmək oyunudur, planıdır ki, mənim atam 1958 təvəllüdlü Abdulov İlyas General Əbülfət Rızayevə atdığı şər böhtana görə onun adından saxta sənəd düzəltməyin izi itirilsin. Bu sadəcə olaraq qurulmuş çirkin bir oyundur, vəssalam. İnşallah ki, bu yaxınlarda Kənan Hacıyevin, baş əməliyyatçı İbrahimin və onların valideynlərinin Azərbaycan dövlətinə qarşı yaratdıqları bu cinayətkar dəstənin izin itirilməsi ilə bağlı bütün tədbirlər görüləcək. Bu sadəcə olaraq bir çirkin bir oyundur. İz itirilməklə bağlı ki, belə bir idarə ümumiyyətlə mövcud deyil. Necə ki, qondarma bir idarə də var. Həmən qondarma idarə prezident aparatı idi. Nazim adında narkomanın və onun prezident aparatında işləyən narkotacir polkovnik qardaşının bu cinayətkar dəstəyə havadarlığının izni itirilmək məqsədi ilə belə bir idarə yaradılmışdı. Bunlar hamısı qurulmuş manipulyasiya xarakterli bir çirkin oyunlardır. Mən ümid edirəm ki, nəhayət ki, axır əvvəl bizim dəyərli generalımız, general-mayor Əbülfət Rızayev bu təxribatçı banda barədə müəyyən bildiyi bütün tədbirləri görər və inşallah ki, bunlar nəhayət ki, həbs olarlar və olacaqlar da.